Özünü sev. Sevgi başqasından başlamır, özündən başlayır. Özünü sev ki, dünya da səni sevsin. Birini sevməzdən əvvəl özünü sev. Çünki ən uzun yol öz ürəyinə gedən yoldur. Özünü sev. Çünki səni ən çox anlayacaq insan yenə özünsən. Sevgi gözəl hissdir, amma ən gözəl sevgi özünü sevə bilməkdir. Özünü sev. Çünki sən öz hekayənin qəhrəmanısan. Özünü sev, dəyərini bil. Çünki sevgi əvvəlcə səndən başlayır. Bu sözləri müğənni Xatun Əliyeva Sevgililər Günü üçün etdirdiyi şəkillərini yayımlayaraq deyib. Sevgililər Günü hər il 14 fevral tarixində qeyd olunan sevgi və bağlılıq anlayışlarını ön plana çıxaran xüsusi bir gündür. Bu tarix dünyada münasibətlərin dəyərini xatırlatmaq, tərəflər arasında hörmət və diqqəti ifadə etmək üçün bir fürsət kimi qəbul olunur. Sevgililər Günü yalnız romantik münasibətləri deyil, ümumilikdə sevgi, sədaqət və qarşılıqlı anlayış kimi mənəvi dəyərləri təcəssüm etdirir.